sanki canlı da, yəni ki, elə bilirəm ki, ekrandan qoxusu gəlir də, yəni o dərəcədə canlı olur. Ora, hə, bilmirəm, ora mənə yazırlar ki, bir insanın sağlığında dəyər bilər. Mən anamın sağlığında da dəyərim bilmişəm. Yəni mən anam mənim üçün həmişə əziz olub. Ola bilər fikir ayrılığı olub, ola bilər sözlərimiz üst-üstə düşməyib. Amma yəni məni yaxından tanıyanlar bilir ki, mən təkcə anam üçün yox, valideynlərim üçün canımdan keçərəm. Yəni məndə onlara qarşı sevgi tamam başqadır. Yəni bunu mənim anamın yatdığı xəstəxanada, klinikada çox gözəldir ki, mən son nəfəsinə qədər belə, yəni bacardığım qədər yaşatmaq istədim. Amma yaşada bilmədim. Yəni bunu həmin klinikadakı 46 gün mən o klinikaya getdim, gəldim 46 gün. Yəni onlar da gördü ki, mən anam üçün canımı belə verərəm də, yəni canımı belə verərəm, yəni olmadı amma, həqiqətən olmadı. Və məni heç vaxt tək buraxmadı bir nəfər, adını deməyəcəm, yəni doğma, qan bağı olmasa da doğma olan, hər zaman yəqin ki biləcəksiniz kimi deyirəm, güvəndiyim, deyirdimi, qalxıb desə ki 15-dən özünə at, mən səni tutaram. Mən ona o qədər güvənirəm, uşaqlarımın atası. Yəni tək qoymadı, sağ olsun. Yanımda oldu, düzdür gəlmədi xəstəxanaya, mənəvi də olsa yanımda oldu, dayaq oldu. Həci, Allah onun canını sağ eləsin, Allah onu övladlarına çox görməsin, Həcini. Aygül bir başqadır, Aygül dost deyil, Aygül bacıdır, Aygül mən, yəni Aygül, yəni tamam başqa bir insandır da, yəni o, nə bilməyim, bilsən necə deyim sizə, doğma insan bacısı necə olur? İnsanın doğma bacısı necə olur? Bax, Aygül elə oldu mənə. Yəni, sanki onun anasıydı. Bax, elə idi, bax. Aygül elə yanımda oldu mənim. Mənlə bir yerdə ağladı, mənlə bir yerdə güldü. Aygül mənim yanımda oldu. Həci, bizim Günelimiz, Günel Ticarət Mərkəzinin modeli, çox yaxşı qızdı, çox yaxşı qızdı, bacım olsun, çox yaxşı qızdı. O mənim yanımda oldu. Həqiqətən də dəstək oldu. Aygül kimdir? Aygül müğənni, Səfərova. Yəni insan mənəvi yanında durmaq böyük bir şeydir, qızlar, böyük bir şeydir. Mənim üçün lap böyük bir şeydir. Lap böyük bir şeydir mənim yanımda olmaqları. Mənəvi mənim yanımda olmaq o deməkdir ki, mənə dünyanı vermisən. Nərmin gəldi, hə, Nərmin 3-ə gəlmişdi. Nə bilim, bilmirəm. Yəni, bunu yaşayanlar bilər də, yəni Allah heç kimə yaşatmasın. Amma bir də kommentariyalarda 99% həm anama şəfa diləyib, həm rəhmət deyənlər var idi. Allah hamımızın canı sağ eləsin. Bir də bir-iki nəfər var idi, var idi ki, götürüb yazmışdı ki, yaxşı olub anan ölüb sənin, əcəb olub anan ölüb sənin. Bir-iki nəfər var idi. Nə bilim, elədikləriniz başınıza gəlib, nə bilim, belə sözlər yazmışdılar.
Mənim anam 65 yaşında rəhmətə getdi. 65 yaşı olmamışdı. Ad gününə 6 gün qalmış rəhmətə getdi mənim anam. Amma insan 65 yaşında da ölür. İnsan 15 yaşında da ölür. İnsan 35 yaşında da ölür. İnsan təzə anadan olanda da ölür. Ya xəstəliklə ölür, ya qədərində elə var ölür. Ya nə bilim, bilmirəm də, nə ilənsə axır bir gün ölürük. Çünki zaten öləcəyik. Düzdürmü? Yəni bugün mənim anam, sabah onu yazanın anası və yaxud da bacısı və yaxud da övladı və yaxud da kimsə ola bilər. Bu o demək deyil ki, mən pisəm, mənim anam öldü. Bu o demək deyil. Mənim anam ürək əməliyyatı oldu və pis oldu. Çünki nəyə görə? Böyrək xəstəsi idi anam, 3-cü dərəcəli. Yenə deyirəm qızlar, əgər böyrək xəstəsi, valideyniniz böyrək xəstəsidirsə, heç vaxt onu ürək əməliyyatına aparmayın. Bunu həkim bilməli idi, deməli idi. Deməyibsə indi həkimin özü bilər, Allahı bilər. Yəni bu yazıları əcəb oldu, öldü, nə bilim nə oldu. Mən onlara heç nə demirəm. Heç qarqış belə eləmirəm. Sadəcə deyirəm ki, Allaha tapşırmışam sizi. Ağzınızdan çıxar, qoynunuza da tökülər. İşte başqa da heç nə demirəm onlara. Çox sağ olun Rəhim. Allah razı olsun. Çox sağ olun. Nərgiz gəldi. Nərgiz kimdir ay bacı? Yo, mərkəzi klinika deyildi. Şeydəydi qızlar. Ay Allah. Central Hospital'da. Central Hospital. Şeydə, Nəsimidə. Nəsimidə. Qızlar, çalışaq elə adamın adını yazaq ki, həmin insanı mən səssizə atmayayım da. Tamam mı? Xahiş edirəm sizdən. Xahiş edirəm sizdən. Elə adamın adını yazın ki, mən sizi səssizə atmayayım. Çox xahiş edirəm sizdən. Çox xahiş edirəm. Çox xahiş edirəm. Çox xahiş edirəm. Çox sağ olun Rəyim. Bəli, ölüm elə şeydir ki, qocaya cavana baxmır. Düz deyirsən. Həkim kimi idi Elçin İsmailov. Nə bilim, inşallah yaxşı olar bundan sonra. Nə bilim, bundan sonra necə yaxşı olacaq onu da bilmirəm. Bir dənə subay qardaşım var. Amma Novgod günü, elə bil axırıncı gün, Novgod günü, elə bil mamam harasa tələsirdi. Bir qardaşların çağırdı adları ilə. Filan kəs gəlsin, filan kəs gəlsin. Hə, iki qardaşı da Sumqayıtda qalır da. Biri Sarayda, biri Sumqayıtda. Olan da adını çəkdi ki, onlar da gəlsin. Dedim, mama gəlirlər də, gəlirlər. Dəqiqədə bir deyir ki, saata bax, saat neçədir? Saatı deyir mənə az qalıb, az qalıb. Mən deyirəm, mama nəyə az qalıb? 12-də mama ilə vırdıq da. Deyir, hə, nə oldu ya, onlar niyə gəlib çıxmadı ya, harada qaldı ya bunlar, niyə gəlib çıxmadı? İnanırsınız, Novgod günü elə bil ki, hiss eləmişdi ki, axırıncı bayramıdır da, yəni. Elə hiss eləmişdi. Elə bilirdi ki, bir də yəni şey olmayacaq da, yəni bayram olmayacaq, yəni bizdən keçirdə bilməyəcək. Onda şey,
hamını, bütün qardaşlarını, qardaş arvadlarını, ürəyi kimi istəyirdisə hamısı, yəni bayramı anamla keçirdi. Gecə saat 12-ni vurdular, sonra getdilər. Yəni hamını çağırdı orada. Sağ olsunlar, onlar da gəldilər. Hamısı gəldi də, hamısı. Novgod gününü hər kəs öz uşaqları evdə qaldı. Onlar gəlib mənim anamla keçirdi. Yəni gəldilər hamısı orada. Hamını çağırdı. Hamıya halallıq verdi. Dedi siz də halal eləyin. Hamıdan halallıq aldı. Dedi haqqınızı halal eləyin. Özü də onlar da dedi ki biz səni eləmişik, biz səni eləməmişik. Sən bizə böyüklük eləmişsən də. Hamıya halallıq verdi. Hamıdan da halallıq aldı. Sonra saat 12 oldu. Dedi indi çıxın gedin. Biz də getmədik. Dedi Mamaqo qalaqdı. Qaldıq. Mənə dedi ki mən övlad kimi səndən çox razıyam. Paylaşmışam o videonu. Səsi çıxmırdı. Boğazında o qədər süni aparat qalmışdı ki o nəfəs aparatı. Səsi yaxşı çıxmırdı. Amma videonu paylaşmışam, yəqin ki baxmısınız. Deyib mən övlad kimi səndən çox razıyam. Heç kimə qarşı kinli olma dedi. Bir də dedi heç vaxt özünü əzdirmə. Sonra dedi qardaşımı sənə tapşırıram. Ona yaxşı bax dedi. Bilirsiniz də mən bir də qardaşım subaydı. Neyse sabah açıldı getdi ayın biri. Ama vəziyyəti çox pis idi. Çox pis idi. İnan hamıyla dalaşırdım ki mənim anam yaşayacaq. Getdi heç nə. Həkim dedi ki 1%. 1% yaşaya biləcək. Əlimi tutdu anam. Dedi ki, həkim dedi ki qızı da ancaq qızı, mən burada ancaq qızı ilə danışmışam. Hər şeyi qızı həll eləyib. Əlimi tutdu belə. Dedi Sualə. Dedi sən ant verirəm, Mirmözüm ağıya nə olar məni qoy ölüm. Qoy məni ölüm dedi. Canım ağrıyır dedi, qoy ölüm. Yani vitaminleri dayandıracaktım. Ya aparata qoşuluydu. Dedim yok. Üzün çöndərdi, mən belə əlimi itələdi, üzün çöndərdi. Dedim yok mama sen yaşayacaqsan. Həkim dedi davam eləyim, dedim davam eləyim. Yaşayacaq o. Həkimə dedim mən inanıram o yaşayacaq. Çünki o qədər çox inanırdım ki. Çünki mən o qədər çox istəyirdi ki, bilirdim o yaşayacaq. Mən tək qoyub getməyəcəm. Elə düşünürdüm. Sonra geldi, sabahsı gün oldu. Aparattadır, süni aparatta nefes aldı. Bir de süni aparatla nefes alır. Ayın 5 oldu. Gittim ora. Həkim dedi ki, Salih Hanım,
Anamızı əziyyət verməyin. Dərmanları saxlayaq. Çünki anamız şey olacaqdı. Sıradan çıxacaq, yəni insan cildindən çıxacaq yavaş-yavaş. Çünki yaşamır da, yəni dərman gedir, nəfəs alıb verir. Siz inanırsınız ki saat o elə pis şeydi ki o vitaminləri saxladılar. Anında geri getməyə başladı. Başladık saymağa. Geri saydık hamısı geri. Özümüz baxa gitti. Siz elə bilirsiniz ki insanlar deyir, danışır, gülür. Her şey su. Əladır. Değil. Hələ mən hisslərimi verə bilən insan deyiləm. Yalandan artistlik edən insan da deyiləm. Bacarmıram onu. Bir də cəmaatın qabağında hər dəfə ağlamağı da sevmirəm. Nə bilim, bilmirəm. Bəlkə də bəziləriniz mənə başa düşürsünüz, bəziləriniz düşmürsünüz. Ola bilər. Yəni, haqq verirəm sizin hər birinizə. Hər birinizə haqq verirəm, hər birinizə. Amma çox xahiş edirəm sizi, çox xahiş edirəm. Qınamamışdan qabaq xahiş edirəm, düşünün. Xahiş edirəm sizdən. Ağzınıza gələn yazmayın ora. Xahiş edirəm. Ay anası öldü, işə çıxdı. Xəstəxananın qiymətindən xəbəriniz var sizin. Özəl klinikanın qiymətlərindən xəbəriniz var sizin. Yoxdur, düzdür. 46 gün. 46 gün mən anama baxmışam xəstəxanada. 46 gün. Gedin bir dənə özəl xəstəxananın reanimasiyanın qiymətini öyrənin. Təkcə reanimasiyada yatmağın vitaminlərsiz, qan iynəsiz, antibiotiksiz qiymətin öyrənin. Heç nə demirəm. Xahiş edirəm sizdən. Çox xahiş edirəm. Ağzınıza gələni yazmayın orada. Çox xahiş edirəm. Yazmayın. Yazırsınız ki, nə oldu? Anasının 40'ını gözləmədi. Bu neçə illərdir salon... Mən neçə illərdir salon işlətmirəm. 2-3 il idi salon işlədirdim. Salon işlədən göyə nə olur? Milyoner olur. Yazırsınız ki, həcinin yerinə gəl. Ay bacı, qurban olub. Nə olar, xahiş edirəm sizdən. Siz balavızın canı. Əlinizi qoyun bax bu ürəyinizə, vicdanınıza, siz balavızın canı. Mən bu TikTok'a gələndə mənim maşınım da var idi, Novostroykada evim də var idi. Səhv deyirəmsə yazın ki, Vüsalə səhv deyirsən. Bir dənə xahiş edirəm sizdən. Qurban olun, bir dənə nə olar yazın ora. Mən bu TikTok'a gələndə, mənim maşınım da var idi Elantra. Mənim Novostroykada evim də var idi. Mən rayonlara gəzirdim də, qırım-qızılımın içində də üzürdüm də. Mən sonradan bu TikTok'dan sonra mən TikTok'da peyk oynamıram. TikTok'da kart qoyub sizdən pul yığmıram. Qurban olum, nə olar, xahiş edirəm. Bir dənə vicdanınızı qoyun, əlinizi deyin. Xahiş edirəm. Oraya yazırsınız ki, işə çıx. Qurban olum, mən işə çıxmaq məcburiyyətindəyəm. Mən oğlumu oxuduram. Oğlum institutda oxuyur. Yarı illiyini ödəmişəm, yarı illiyini. Bəlkə bir dəfə bu boyda ağır günlər keçirdim. Çox ağır günlər keçirdim. Çox ağır günlər. İnanın mənə. Aygül mənə dedi ki, Vüsalə, gəl kart qoyaq, sən pul yığaq. Dedim, dəlisən sən. Mənim evim var. Satılacaq evim var. Mənim maşınım var satılacaq. Mən evimi sata bilərəm. Mən maşınımı sata bilərəm. Mən TikTok'dan niyə pul yığmalıyam ki? Bax, deyin, səhv deyirəmsə, deyin, səhv deyirsən. Bir dəfə də olsun heç kimdən bir köpük mən gedib, o boyda mən şey oldum, heç kimdən mən gedib demədim ki, mənə kömək elə. Yox, mən
nə almışamsa borc almışam. Mən kiməsə gedib ağız açıb yalvarmamışam ki, mənə pul ver. Mənə kömək elə. Mən kimdən nəsə də almışamsa borc almışam. Borc almışam. Bax, and ola bizi yaradan Allaha. Başa düşdünüz nə demək istəyirəm qızlar? And ola Allaha. Bu indi də işləyirəm, məcburam. Başa düşürsünüz, məcburam. İşləməliyəm mən. Başa düşürsünüz, işləməliyəm. Ora yazmayın, xahiş edirəm yazmayın. Valla mən oxumuram, mənə atırlar. Atırlar ki, bax nə yazıblar. Niyə yazırsınız? Yazırsınız ki, heyif ölənə, torpağın... Siz məni qədər çəkirsiniz. Hə? Çəkirsiniz məni qədər. Məni qədər çəkirsiniz siz. Yox, qurban olma, heç çəkməyəsiniz də. Heç istəmirəm çəkəsiniz. Allah sizə verməsin elə ana dərdi, ata dərdi, verməsin bacı, əzizlərinizi itirmək dərdi verməsiniz. Heç çəkməyəsiniz də. Valla, qurban olum Allaha. Allah Taala sizi xoşbaxt eləsin. Pis gün görməyəsiniz. Nə deyim bacı, dara düşməyəsiniz. Kiməsə möhtac olmayasınız. And ola Allaha istəmərəm ki, kimsə mənim çəkdiyimi çəksin. Amma nə olar, qurban olum, orada ağzınıza gələni yazmayın. Xahiş eləyirəm. Məndən xoşunuz gəlmir, başa düşürəm. Zəhləviz gedir, yaxşı eləyirsiniz. Blok eləyin məni, qurban olum. Xahiş eləyirəm sizdən, məni blok eləyin. Mən sizin xoşunuza gəlmirəmsə, məni blok eləyin. Yalvarıram sizə. Düzdür, heç kimə atşot vermə zorunda deyiləm, amma vermək zorunda deyiləm. Amma ki, qızlar, o kommentariyaları görürəm, əsəbləşirəm. Vallahi, mənə dünənlərim sırağa gün mən paylaşdım. Ay Allah, and ola Allaha, bax, dırnağımın ucu qədər belə o sözə pis olmadım. Götürüb yazıblar ki, hələ bu harasıdır, uşaqlarının tabutuvu çiynində aparacaqsan. Onu yazan, ağzından çıxsın, qoynuva tökülsün. Səni Allaha tapşırıram, başqa sənə heç nə demirəm, nə qarqış edirəm, nə bir şey. Bax, o dediyin, yazdığın söz var ha, sən ağzından çıxıb, bax, belə qoynuva tökülsün. Yəni, o nə sözdür yazırsan? Niyə eləmişəm sizə? Belə pit çıxmasın, niyə eləmişəm də çörəyinizi əlinizdən alıb yemişəm? Niyə eləmişəm sizə? Niyə eləmişəm? Lap eləmişəm. Lap tutaq ki, nəsə eləmişəm. Mənim balamın nə günahı var? Ayıb deyil o sözü yazırsınız. Ya elə bilirsiniz ki, o sözü yazdı, sən nə bilim nə oldu? Yəni, nə bilim, bilmirəm, valla. Sonra, nə bilim, qızlar, indi yadıma düşdü, qızlar, burada polisdə işləyən zat varsa, indi hal-hazırda vaxtım yoxdur, amma gedəcəm, nömrə məndədir. Bu Moskva nömrəsin, nə bilim, xarici nömrəni açırlar polislər. Açırlar, qızlar, elə şey var. Hə, açırlar, qurban olun, bir dənə ona cavab verin. Polisə müraciət eləyəndə açırlar da, hə. Tapmışam bir dənəsin. Moskva nömrəsidir. Nələr yazıb? Nələr? Yəni mən Allah haqqı bilmirəm, neyniyəm. Hə, indi başım açılsın, gedəcəm. Yəni belə olmaz, valla olmaz. Gedəcəm də indi, gedəcəm də, qoy başım açılsın. Nə bilim, deyir, mən polisə müraciət etdim, mümkün olmadı. Nə bilim, bilmirəm, Allah haqqı, o qarqış edən adamın elə öz üstünə tökülür, nəhələt. Elə tökülər inşallah. Kaş ki, mənə yaxından tanısaydınız, kaş ki. Valla,
düzdür, heç kim öz ayranına tuş demir. Heç kim özün pisləməz də. Amma kaş ki tanıyardınız ki mən necə tip insanam, necə insanam. Kaş ki tanıyardınız. Bu dünyada səhvsiz insan yoxdur. Hər kəsin səhvi var. Yəni elə bir insan görsədin mənə ki, o insan inanın mənə, qızlar, and ola Allaha. Anamın yerində bir dənə tanış adam var, o gəlmişdi anamın yerinə. İnansı çox çerez çox uzaq qohumdur. Gəlmişdi ora. Bir nəfər var idi. Hər zaman danışanda deyirdi ki, mənim nəslim belədir, mənim övladlarım belədir, mənim nəslim belədir. Mənim dalımca danışırmış ki, həcinin yanında dal oynadır, kilonun başına, nə bilim, evli kişilərlə nə bilim neynir, mənim dalımca danışırmış, yaşlı qadındır. Deməli, bir dənə uzaq qohum, lap çerezsür uzaq qohum, anamın yerinə gəldi. Təsadüfən, and ola Allaha, təsadüfən bu adamı tanış çıxdı. Həmin o danışan adam, mənim dalımca danışan adamın, bax balalarımın canı, tanışı çıxdı. Təsadüfən. Dedi, 2 oğlu var, ikisi də narkomandır. İkisi türmədə yatıb, mağaza yarıb, pul oğurlayıb. Bakselin için dağıdıb. Narkomanın yekəsidir, 2 dəfə reabilitasiya mərkəzində qalıb dayanmır. Bax, and ola Allaha. Bir oğlu dedi, tiktoker bir dənə xanıma paltar mağazası açıb, diqqətlə qulaq asın. Paltar mağazası açıb, atasının pulun o qıza batırıb, qız da onu atıb çıxıb gedib. Diqqətlə qulaq asın. Bax, and ola Allaha deyirəm, balalarımın canı, anamın ruhu haqqı. Qardaşının arvadı bir dənə imkanlı bir kişi ilə evin içində tutulub. Tutublar, qardaşının arvadını boşayıblar. Bacısının əri cavan qızla 3 uşağını qoyub Moskvaya qaçıb. Diqqətlə qulaq asın. Sonra 17 yaşında oğlu qız qaçırdıb, o da 17 yaşında oğlu qız qaçırdıb. Sonra oğlan ağlayıb ki, mən uşağam, bilməmişəm, nə olar bunu geri qaytarın. Qaytarmayıblar, məcbur saxlayıblar. Yola getmirlər, boşanmır, evləndiyi gündən də arvadın döyür, meydinə atır, gündə biri ilə gəzir. Narkoman bir qıza ilişib, özü də narkoman olub, türmədə yatıb, dava eləyib, bıçaqlaşma olub, nə bilim nə olub. İnanırsınız, şok oldum. Bildiğiniz şok oldum. Bildiğiniz şok oldum ki, mənə deyir ki, falan şeylər eləyir. Özünün ailəsi bərbat gündədir də, yəni bərbat gündədir, bərbat gündə. Yəni kimdə nə yoxdur, ondan danışır. Tərbiyəsiz tərbiyədən danışır, narkoman düzlükdən danışır, oğru düzlükdən danışır, yalancı düzlükdən, yəni kimdə nə yoxdur ondan danışır. Kimdə nə yoxdur ondan danışır. Yəni belə olmaz axı, qurban olum. Mən sizə neynəmişəm, götürüb orağızı. Aslında məndən xoşunuz gəlmir. Heç kimi sevmək məcburiyyətində deyil. Sevməyin məni, istəməyin məni. Atın bloka. Mən xoşunuza gəlmirəm. Atın məni bloka. Atın da bloka. Çox sağ ol Rəyim, Allah razı olsun. Suta blok, çox sağ ol, təşəkkür eləyirəm. Valla da, yəni məndən xoşu gəlməyən baxmasın mənə. Baxmayın mənə, qurban olun, baxmayın. Xoş deyiləmsə baxmayın. Nə bilim, xoşunuza gəlmirəmsə, istəmirsinizsə məni, niyə baxırsınız, qurban olun, atın mənə bloka da. Mən sizə demirəm ki, nə olar, gəlin məni izləyin, yalvarım. Məndən xoşu gəlməyən. Of.
Yoldaşınız gəlmişdi. Uşaqlarımın atası gəlmişdi. O mənim yoldaşım deyil. Uşaqlarımın atası gəlmişdi oraya. Gəlmişdi. Hansı? Sizin uşağınızın atası neçə dənə olur? Başa düşdüm. Elə bil ki, hər kişidən bir dənə uşaq doğursunuz siz. Bizdə bir dənə olur. Bir dənə ərə gedirsən, elə bil ki, 2 uşağın atası da eynidir bacı. Razını deyil yəni. O bir dənə var, elə uşaqların atası, ikisinin də atası birdir. O gəlmişdi bacı. Deyir, hansı gəlmişdi, ona görə cavab verirəm ona. Niyə görə izah verirəm də, aşkım, deyir, hansı atası gəlmişdi? Deyirəm, yəni bizdə bir dənə olur da. Yəni gedirsən ərə, uşaq doğursan, o uşağın atası olur. O da bir dənə olur. O gəlmişdi, o bir dənə olan gəlmişdi. Yəqin bunlarda hər kişidən birini şey eləyirlər də. Ona görə. Bacı, yaxından tanımıram. Səni Gəncədən izləyirəm, amma səni o qədər çox istəyirəm. Canan, çox sağ ol, qurban olum. Allah razı olsun. Uşaqlarımın atası gəlmişdi. Salam. Çox sağ ol, ürəyim. Güya təmizsən. Yox, güya sən təmizsən, bəs. Təmizsən sən, bacı. Hər kəsin bir günahı var. Amma mən nə sənə gəlib evi yıxmışam, nə səndən oğurluq eləmişəm, nə sənə qarşı cındırıq və yaxud da sənə yox, kiməsə qarşı. Təbii ki, təmizəm. Hansısa əlbəttə ki, günahlarım var. Günahsız insan var. Allahım, mən səhvim olmasın. Təbii ki, səhvim var mənim. Səhvsiz insan var ki, bu həyatda. Ümumiyyətlə, elə bir insan görsədin ki, o insan heç vaxt səhv eləməyib. Elə bir insan var, vapşı. Çox sağ ol, ürəyim. Ay bacı, mənim qaynanam, baldızım yoxdur, ay bacı, yoxdur. Qurban olum, yazmayın da belə şeylər. Yoxdur, mənim nə qaynanam var, nə baldızım var. Cavab verməyim, bacı, verdikcə qızışırlar. Nə bilim, ürəyim, ürək əməliyyatı. Çox sağ olun, ürəyim, Allah razı olsun. Pis yazanların əlinə nə keçir? Çünki onlar kaosla bəslənirlər, bacı. Onlar özlərindən asılı deyil. Onlar uca kaosla bəslənirlər. Kaosla bəsləndikləri üçün onlar istəyirlər qızışdırsınlar məni. Mən də onlara nəsə deyim, amma onu görməyəcəklər də. Yəni. Çox sağ ol, Rəyim. Allah razı olsun. Çox sağ ol, təşəkkür edirəm. Sumqayıtda dəfn olunub. Sumqayıtda. Ay Allah, qızlar. İnanırsınız, anam orada da olanda, öləndə apardıq yumağa da, məcdə. Qızlar, anam elə gözəlləşmişdi. Mən çimizdirdim anamı. Qızlar, anam elə gözəlləşmişdi, Qızlar, üzünə nur gəlmişdi. Saçım belə elədim, saçını anamı öpə yudum, öpə. Yəni, burada
Evdə çiməndə mənə çağırırdı ki, gəl belimi sürt. Gedib belini sürtüb çıxırdım da, yəni hamamda. Yəni hövsələm çatmırdı hamamda qalımda, yəni sağlığında. Gedirdim belini sürtürdüm, çıxırdım mamamın hamamda olanda. Amma mən orada anamı öpə-öpə çimizdirdim. Ay Allah, anam elə gözəl olmuşdu ki, elə bil ki, belə üzgərmə əməliyyatı olmuşdu. Yəni belə olmuşdu, sifəti belə olmuşdu. Ay Allah, elə gözəl olmuşdu ki, ağappaq olmuşdu, ağappaq. Yəni belə, yəni bədəni hələ isti idi də, belə öpə-öpə çimizdi. Ay Allah, yəni biz necə, nətər deyim, yəni çox qəribədir. Yəni cansız yatırdı gözümün qabağında. Səninlə danışmırdı. Sakitcə yatırdı, gözü yumulu qabağında yatırdı. Saçın yudum, üzün yudum, üzündən öpüb əllərin yudum. Yəni amma çox gözəlləşmişdi də, çox gözəlləşmişdi. O qədər gözəl idi ki, baxdım elə bil üzünə nur gəlmişdi. Sanki nur gəlmişdi özünə. Çox gözəl idi, çox gözəl. Ay qız 64 yaş nə yaşdı ki? 64 yaşı var idi də nə yaşdı ki? Yo, orada mənə dedilər, dedi ki qorxarsan da. Dedim adam öz anasından qorxar. Bir qırıq qorxmadım ey qızlar. Bir qırıq da qorxmadım. Ay Allah, gül idi, gül. Elə öpürdüm ki onu, Quranın adına and olsun, gül, bildiyiniz gül. Ümumiyyətlə mənim anamın bədənində tük yox idi. Bir də tükü bığlarında ağ tüklər var idi, onlar çıxırdı bir də çənəsində. Ay qız, rəhmətə getməmişdən bir həftə qabaq sap apardım. Dedim qoy şey olsun da əhval ruhiyyəsi qalxsın. Dedim ay mama gəl bığı alım. Dedi hə al. Ay qız dayandı, dedim incitmirəm səni, dedi yox, bığın zadını almışdım. Rəhmətə getməmişdən bir həftə qabaq bığını almışdım. Çənəsinin burasında ağ tüklər var idi, onları almışdım. Bədənində də zaten tük yox idi, gül kimi idi, gül kimi ağappaq. Rəhmətə gedəndə də elə ağarmışdı ki, çox gözəl idi, çox gözəl idi. Gözümün qabağındadır sanki. Elə anam belə gözümün qabağında yatır, onun sözləri gəlir, deyir, ay Vüsalə, elə axtaracaqsan məni, elə axtaracaqsan, düz deyir, bax, vaxt ayırım, Allah haqqı, düz deyir, mən vaxt ayırmışam, mən heç vaxt, yəni gəzməyə də aparmışam onu, restorana da aparmışam, səhər yeməklər, nə bilim, bacardığım qədərilə, amma düz deyirlər, valla vaxt ayırım. Yəni sonra tapa bilmirsiniz, həqiqətən tapa bilmirsiniz. Həyat insanı o qədər yorur ki qızlar. İşdən gəlirdim, yorğun arğın idim da, yorğun arğın olurdum. O qədər danışırdım ki canlılarda, gedirdim oraya, gəlirdim oraya, canlılarda o qədər danışırdım ki. Yorulurdum da, gəlib uzanırdım, təkliyi sevən insanam özdən, mən dəhşət təkliyi sevirəm. Deyirdi, ay Vüsalə, gəl otur biraz söhbət eləyək də. Dedim, amma vallahi yorulmuşam. Dedi, axtaracaqsan, məni tapmayacaqsan Vüsalə. Dedim, amma yenə sən başladın. Əsəbləşirdim. Düz deyir. Allah haqqı düz deyir. İndi axtarırsan, tapa bilmirsən. Yoxdur çünki. O qədər mənə çox istəyirdi ki, ay Allah, o qədər mənə çox istəyirdi ki, bir adam mənə bir söz deyə bilmirdi də, özünüz görürdünüz canlıda. Ümumiyyətlə canlıda da yox, həyatda da elə idi. Kimsə mənim adımı çəkəndə havalanırdı arvad. Xəstəxanaya gedən günü də. Bir də gördüm ki, tezdən kimsə əlimi öpür. Gördüm, əlimi öpür. Dedim, ay mama hara gedirsən, dedi, qardaşın gilə. Dedim, niyə dedi elə belə? Sən demə həkimə gedirmiş. Mənə demirmiş. Yəni, o qədər mənə çox istəyirdi. O qədər çox istəyirdi. Ay Allah, necə çox istəyirdi məni. Hamı bilir ki, mənə necə çox istəyirdi o.
Xalamgil Pirşağada qalır. Onlara qatıq tapşırırdı, kənd qatığı. Deyirdim ki, yox ay mama, lazım deyil də, gətirməsin, biz buradan alıq. Deyirdi, Vüsailə mama qurban, elə bilirsən onlar alır, mən pulun verirəm, mən heç qoyaram, kimsə sənə salsın. Özüm verirəm onun pulun. Deyirdim, ay mama, yəni lazım deyil də, buradan alır. Deyir, ay Vüsailə, özüm alıram. Elə bilirsən kimsə alır. Allah haqqı, nə bilim. Çıxıram, harasa gedirəm. Bax, gedirəm, çay da içirəm, qıraqda otururam da. Nə bilim, Aygülgillə gedirəm, otururam da. Mən yalan danışa bilmərəm, heç ara getmirəm, bütün gün evdəyim. Gedirəm. Amma insan hara gedirsə getsin, içindəki ilə gedir. Hara gedirsə getsin, istəyir ölkə dəyişdirsin. Hara gedirsə getsin, içindəki ilə gedirsən. Yəni, insan anasını unuda bilməz. Qıraqda o qədər yazsınlar ki, gic-gic, unutdu, nə bilim, neynədir. Biri yazıb ki, orada, mənim anam rəhmətə gedəndə, mən üz qaşımı almırdım, saçıma kraska qoymurdum. Ora yazıb. Biri yazıb ki, bu gəlib dal oynadır. Mənə yazıb orada. Saçıma kraska qoymadın, üz qaşımı almadın. Anan geri qayıtdı, bacı. Qayıtdı, qurban olum. Yəni, üz qaş almayanda, kraska qoymayanda, başı yağlı gəzəndə, durub çinməyəndə, ev yığışdırmayanda anavız qayıdır, bacı. Hə? Qurban olum. Qurban olum, yaxşırında, başınıza dönərəm. Yəni, mən əgər başıma kraskanı qoymasam, anam qaydacaqsa qoymaram. İllərlə kraska qoymaram. Bu necə deyir, durur, işə çıxır. Azbə, yəqin sənin ərin var da sənə baxır. Yəqin baxanın var da, yəqin pulun var da çıxmırsan. Və mən neyniyim? Zaten 2 yetim saxlayıram. Neynəməliyəm, çıxmalıyam da, ay bacı. Nə olar, o sözü yazanda bir əlinizi qoyun, bu ürəyinizdə vicdanınız varsa vicdanınıza yazın da, ayıbda axı. Heç fikirləşmirsiniz ki, qarşı tərəf oxuyar, inciyər, pis olar. Biri də yazıb ki, narahat olmayıb, buna evli kişilər baxır. Ata söz vermişəm özümə, heç ki mənə qarğış eləyəcəm nə bir şey. Ay, mənə lap tutalım baxır, sələ nə? Baxırsa, bəs mən niyə bu boyda borcun içindəyəm? Bəstirin də. Lap belə baxır, yaxşı eləyir baxır, bəstirin də. Mən onsuz da demişəm, kim ki kimi qınıyırsa, mən demirəm imenini mənə yazan, kim ki kimi qınıyırsa, kim ki kiminsə haqqında bilib bilmədən danışırsa, onları Allaha tapşırmışam. İnşallah qınadıqları yerdən sınanarlar. Amin inşallah. Yəni təkcə mənə deyilənləri demirəm, o pişi danışıram. Elə mən də elə fikirləşirəm, nə bilim, bilmirəm. Bacı, atam var. Allah ömür versin. Amin inşallah.
sağ olun qızlar. Maman sizlə qalırdı, hə. Bizlə deyəndə mamamın evi idi də bura. Bu evi mənə kim verib? Mamamgil, dədəm öz evində qalırdı da, mənim evimdə qalmırdı ki. Prosto tək qalmayayım deyə də mənim yanımda qalırdı. Yox, 40'ı çıxmayıb, 12'si olacaq. Tezdən dururdu mənim üçün. Qoz fındıq dənləyib qoyurdu stolun üstünə. Yadınızdadır da qızlar. Siz də yadınızdadır da çəkib paylaşırdım. Anam tezdən mənə qoz fındıq dənləyib qoyurdu stolun üstünə. Narı dənləyib qoyurdu. Nar dənləyib qoyurdu. Meyvələr doğrayıb qoyurdu stolun üstünə. Anam məni o qədər çox istəyirdi ki. İnansız qızlar, mən mamamı yuxuda gördüm. 3'ündən 2 gün keçmişdi, 7'sinə az qalmışdı. Yuxu yozan birinə dedim ki, bəs mən anamı yuxuda görmüşəm. Dedi ki, anan sən necə yuxuva girə bilər ki, 40 gün ölü yuxuya gəlmir. Elə şey var? Var elə şey. Deyir ki, 40 gün ölən insanın yuxusuna gəlmir. Çünki onun ruhu qəbullanmır onun öldüyünə. Elə şey var? Bilmirəm ki. Yoxdur elə şey. Həm o yuxu yozan elə dedi də. Dedi ki, çox yaxşı yuxu yozan deyə özdə. Dedi ki, gördüm ki, anamla mənik. Gördüm, anam mənə deyir ki, Vüsalə 3-cü mərtəbədədir. Mən də deyirəm ki, yox mama, 2-ci mərtəbədədir. Belə evdir qızlar, padmayak evdir də. O evdə olur, yemək yeyirlər, tökürlər, qapısı, pəncərəsi olmur, sıvaqlı evlər olur, sıvaqlı evlər. Elə ev idi. Mama mənə deyir ki, 3-dədir. Mən də deyirəm ki, yox mama, 2-dədir. Nəsə pilləkənlərdən əlimi tutur anam, qalxırıq yuxarı. Qalxırıq 2-ci mərtəbəyə. 2-ci mərtəbədə otağa giririk. Otağa girirəm. Deyirəm ki, mama, mən deyirəm 3-dədir. Mamam deyir ki, 2-dədir. Əstəğfurullah. Mən deyirəm 3-dədir. Mama deyir yox, 2-dədir. Deyirəm mama, gördüyün yoxdur burada. Gördüyün yoxdur. Deyir ay Vüsalə, sən yenə öz başınasan, yenə öz bildiyini eləyirsən. Deyirəm buradadır da. Deyirəm ay mama, bax yoxdur. Otaqdan çıxanda anam əlini çiynimə qoyanda ayılıram. Belə qorxub ayılıram da. Onda anamın 3'ü keçmişdi, onda gördüm yuxunu. Mənə dedi ki, 40'a kimi elə yuxulara girirlər. Hə. 2-ci dəfə görmüşəm yuxuda. 2 dəfə. Hə. Bilmirəm, nəsə axtarırdıq, amma tapa bilmədik. Səndən narahat. Qızlar, inanırsınız, anam məni hamıya tapşırdı. Hamıya tapşırdı, hamıya. Deyir ki, ayın 31 günü hamıya halallıq verirdi. Dedi ki, mən Elçinə halallıq verməyəcəm. Elçin də doktorudur. Dedi, ona halallıq verməyəcəm. O məni sağaltmadı. Paramparça elədi. Dedim, ay mama, elə demə. Dedi ki, yox, ona halallıq vermirəm mən. Dedi, bu dünyada da, o dünyada da əlim yaxasında olacaq. O məni paramparça elədi. Ona halallıq vermirəm, dedi. Elçinə, doktor Elçinə. Neysə, dedi, zəng elə, özdə denən. Neysə, mən də zəng elədim doktora, dedim ki, bəs doktor, anam belə deyir. Novgod günüydü. Gecə doktor durub gəlib anamın yanına saat 3'ə qalmış. Deyib ki, niyə mənə halallıq vermirsən də, mən əlimdən gələni elədim. Deyib, sən bir şey eləsən, halallıq verərəm. Deyib, nə desən eləyərəm. Deyib ki, Vüsalənin yanında ol. Ona qardaş ol, ona dayaq ol. Onu tək qoyma, mən üçün. İnans gedəndə də bilmirdi ki, bilmirdi mən kimə tapşırıb getsin. Yəni, qabağına kim ona yaxşı davranırdı, ona mənə tapşırırdı. Hamıya mənə tapşıra getdi. Hə. Nə bilim.
tələsirdi. Saata baxırdı tez-tez. Tez-tez saata baxırdı. Saat neçədir? Az qalıb deyirdi. Deyirdi az qalıb. Deyirdi ay mama nəyə az qalıb? Deyirdi az qalıb. Hə. Xəstəliyi var idi. Açıq ürək əməliyyatı oldu. Hə. Ay bala, açıq ürək əməliyyatı eləyib. İsmailov Elçin. Elçin Zodan bədən şəkilləndirmə əməliyyatıdır. Anam bədən şəkilləndirməyə girmişdi. Allah evi etiysin. Evi satdım, yox ürəyim hələ. 40-dan sonra Allah qoysa dayandırmışam evini satışın. 40-dan sonra 3-4 dənə makler çağıracam. Satacam. Çünki borcumdan ancaq elə çıxa bilərəm. Başqa cür çıxa bilmərəm. Heç cür çıxa bilmərəm, başqa cür. Sağ ol da bilmədik, yox. Ananızın evidir, yox aşkım, mənim evimdir. Çox sağ olun qızlar. Çox sağ olun, başınıza dönərəm. Niyə düzəlmədi? Multiorqan çatışmamazlığından rəhmətə getdi. Axırda da beyin ölümü gerçəkləşdi. Ən axırda beyin ölümü oldu. Multiorqan çatışmamazlığı. Üçüncü mərtəbədə olacaq alacağın ev. O nə deməkdir? O nə deməkdir? Başa düşmədim ürəyim. O nə deməkdir ürəyim? Başa düşmədim. Multiorqan nədir? Yəni bədənin bütün orqanları atqaz getdi də. Ciyər, qaraciyər, ağciyər, böyrək. Hər biri yuxunu deyir. Hə, yuxunu deyir. Başqa xəstəliyi yox idi anamın, yox. Necə oldu qızlar, mamada? Xəstəliyi yox idi anamın. Necə oldu? 9 saatlıq əməliyyat sırasında bilirsiniz ki, əməliyyat otağı soyuq olur. Əməliyyat otağı soyuq olduğu üçün anam pnevmoniya keçirdi. Yəni əməliyyat sırasında keçirdi pnevmoniyanı. Yoxsa mənim anamın ağciyəri gül kimidir, şeylər də var da hamısı. Nədir onun adı? Analizləri də var, gül kimi. 9 saat əməliyyat çəkdiyi üçün buz kimi otaqda pnevmoniya keçirdi və pompo yoxdur qızlar. Açıq ürək əməliyyatı olduğu üçün pompo. Pompodan da infeksiya keçdi. Sepsis. Pompodan da infeksiya keçdi. Yəni mənim anamı yıxan sepsis oldu. Sepsis. Pompodan infeksiya keçdi. Sepsis. Açıq ürək əməliyyatında otaq soyuq olduğu üçün pnevmoniya oldu. O da deyir ki, o əməliyyat sırasında görülən bir şeydir. Deyir, görülən bir şeydir o. Hədə həriyə bir cür əcəl gəlir. Mənim anama da elə gəldi.
Hə, deyir otaq soyuq olmalıdır aşkım. Deyir otaq soyuq olmalıdır. Çox sağ ol, Allah rəhmət eləsin. Çox sağ ol Rəhim, Allah razı olsun. Ay bacı, biriniz yazmışsınız ki, inanırsınız onu mən də düşündüm. Dedim kaş ki əməliyyat etməzdim. Amma əməliyyat etməsəydim, anama nəsə olsaydı, fikirləşəcəkdim ki, Nüjeni sən gedib anava əməliyyat elətdirə bilmədin. Və yaxud da el aləm düşünəcəkdi ki, buna baxı, neçə dənə uşağı var, bunu əməliyyat elətdirmədi, arvad yazıq öldü. Onda da elə deyəcəkdilər. And ola Allaha. Özüm də elə fikirləşəcəkdim. Deyəcəkdim ki, bax, əməliyyat elətdirmədim, bax, gördün, anam öldü. Onda da elə deyəcəkdik. Valla düz deyirəm. Onda da bəlkə deyəcəkdik. İndi deyirik, bəlkə elətdirməsəydik, yaşayacaqdik. Onda da deyəcəkdik ki, bəlkə elətdir. Bəlkələr hər zaman var. Ümumiyyətlə, biz yaşayırıqsa, bəlkələr həyatımızda daim olacaq. O bəlkələr bizi da öldürdü də, yıxdı, sürüdü. Valla. Yıxdı, sürüdü bizi. Da bezdim, o bəlkələrdən də bezdim, hər şeydən bezdim. O qədər yorulmuşam ki, ruhum o qədər yorulub ki, sadəcə olaraq sakitçilik istəyirəm. İnansız mən evə yığışa bilmirəm. Harasa gedim, ora gedim, bura gedim. Hardasa olum, lic bir evdə olmayım da, yəni. Çöldə, maşında, insan maşında saatlarla oturar. Maşında saatlar, keçən səfər getmişəm, yolun qırağında saxlamışam maşını. Oturmuşam o sokarın böyründə, baxıram da içinə, ay Allah, ağlamaq da mənə bir tutub, ay Allah, elə ağlayıram ki, bir dənə post patrol saxladı, mənə tanıdı, deyir ki, nə olub sizə, deyirəm ki, heç nə də, bəs şeydir, qurban sizə, sadə deyir, nəsə olub ki, burada dayanırsınız, deyirəm, yox, nəsə belə narahatam, çıxdı getdi, yazıq gedib, and ola, Allah polislərimizin canını sağ eləsin, gedib fırlanıb mənə su alıb gətirib. Deyir ki, da yəni su için öz-özə gəlin, narahat olmayın, yaxşı olacaq. Yəni bilir də, şeydə TikTok'dan tanıyır, bilir anam rəhmətə gedib. Yəni Allahın adına da insan adamlar həqiqətən də var, həqiqətən də var. Allah canlarını sağ eləsin. Yəni evə yığışa bilmirəm mən, başa düşürsünüz? Yığışa bilmirəm. ...64. Valla nə bilim necə işləyir bacı, deyir soyuq olmalıdır da otaq. Deyir soyuq olmalıdır. Evdə cadu, az evdə niyə cadu olsun? O. Aa, 64 yaşına yaşdı ki, oğlun toyun görə bilmədi. O boyda əziyyət çəkdi, o boyda böyütdü, boya başa çatdırdı, oxutdu. Xeyrin görə bilmədi. Hə, deyir soyuq olmalıdır ki, qan ola bilər. Düzdür, düzdür. Sağ ol Rəyəm. Kimlə yaşayır qardaşım? Mənlə aşkım. Türkiyədə oxuyur da, doktoranturada oxuyur. Hə, pensiyanı görmədi. Yazıq arvad heç pensiyanı görmədi. Biri yazıb ki, gəlmişdi qardaşın. Bacı, sən Allahın qurban olum, ay Allah. Bacı, başa düşmədim, başa dönərəm. Mənim qardaşımın da anasıdır. Qardaşın gəlmişdi, nə deməkdir? Sənə qurban ola, o nə sualdır?
Qardaşın anavın yasına gəlmişdin. Ya bu belə sual var. Ya həqiqətən belə bir sual var. Qardaşın anavın yasına gəlmişdi. Sən o ne deməkdir? Musa dayının qızıydı Cahan xanım, hə. Düzdür. Atan sağda, Allah ömür versin. Ay Allah, Allah köməyin olsun cənnət mələyim. Allah rəhmət eləsin. Üsü gəlməyənlər var, incimaz. Ay bacı, elə şey olar. Övlad da anasının qəbrinin üstünə gəl. Ay bacı, elə şey olmaz, qurban olum. O ne deməkdir? Ananın yerini heç kim vermir. Heç kim. Heç kim. Heç kim vermir. Heç kim. Mamamla mən bilirsiniz də, mən fikirlərimiz üst-üstə düşmürdü. Nəyə görə düşmürdü qızlar? Bax, mən bir xasiyyətim var. Məni yaxından tanıyanlar bilir də. Mən bir xasiyyətim var. Hamıya yaxşı deyirəm. Mən üçün heç kim pis deyil. Hamı yaxşıdır. Mən də gəlirdim evə, kimlənsə indi hansısa bir qız, məsəl üçün də təzədir, təzə tanış olmuşam o qızla. Gəldim, deyirdim, mama, elə yaxşı qızdır, elə yaxşı qızdır. Deyirdi, yaxşı deyil. Dalaşırdım ki, niyə yaxşı deyil? Hardan tanıyırsan, ay mama? Deyirdi, yaxşı deyil, görəcəksən, yaxşı deyil. Görəcəksən, yaxşı deyil. Axırda da eyni çıxırdı. Onun dediyi kimi çıxırdı. And ola Allaha yaxşı da çıxmırdı. Mamamın dediyi kimi çıxırdı. O da hər dəfəsində gördün mən deyəndi, deyirdi. Mən də onda Şəfəq, necəsən həyatım? Canımsan, Şəfəq. Can. Hə, o inansa axırda da onun dediyi çıxırdı. Ona görə fikirlərimiz üst-üstə düşmürdü. Nə bürcü idi? Oğlaq bürcü. Çox çətindir. Can, Allah rəhmət eləsin. Uşaqların atası gəlmişdi. Analar hiss edir. Kan və sürəydi. Çox sağ ol ürəyim. Ayda, mən qoç, anam oğlaq eyni. Hə. Bizim xəsiyyətlərimiz ay qız düşmürdü. Allah, yola verə də bilmirdim də. İnansız yola verə də bilmirdim. Yəni, bu xəsiyyətimiz üst-üstə düşmürdü də. Yəni, məndə yola vermək yoxdur da. Bir də mən quru qızam, sən necə quru qızam? Yəni, belə şey sevmirəm. Dəqiqədə bir marça-murça öpüm, nəsə şey eləyim. Yəni, məndə yoxdur da, o şey yoxdur. Yəni, belə, necə deyərlər, insan anasını öpər, qucaqlayar. Yəni, mən öpüb qucaqlayır demək, amma mən tez-tez gedim öpüm, qucaqlayım. Nə bilim, belə şey yoxdur da məndə. Yəni, kaş ki olardı. Kaş ki olardı, hə. Allahın adından da olsun, kaş ki olardı, kaş ki. Kaş ki elə olardım mən də, belə tez-tez qucaqlayıb öpən olardım da, yəni. Sevgimi bildirə bilmirəm də, yəni. Nə bilim. Sevgimiz içimizdədir, hə. Niyə elədi, heç bilmirəm. Atamı da çox istəyirəm mən. Atam da mənim canımdır, ürəyimdir. Çox istəyirəm onu. Çox, həqiqətən onu da çox istəyirəm. Ümumiyyətlə, mən valideyni sevən insanım. Can. Pürüzə verməsəm də, əlbəttə ki, çox istəyirəm. Yəni, o mənim, nə bilim, hər şeyimdir, hər şeyim, həqiqətən. Bir dənə illərdir görmədiyim bir dənə qız var idi. Davam zadım düşməmişdi. Sadəcə olaraq bir xanım var idi, onun üstündə ondan əlaqəni kəsmişdim. Həm də eşitmişdim ki, dalımca zat danışır elə. Əlaqəni kəsmişdim. İllər sonra
anam mənə deməmiş, bir də gördüm ki, gəlib anamın üstünə illər sonra. O tanıyırdı da, mənə lap yaxından tanıyırdı. Mənə dedi ki, sən hər şeyi itirdin. Dırnaq ustasıdır qız. Dedi, sən hər şeyi itirdin. Dedim, hə, itirdim. Hər şeyimi itirdim. Mənə zaşrat eləyən, məni yanlışımla, doğrumla sevən insan, mənim bütün səhvlərimi bağışlayan insanı itirdim. Məni hər halimlə sevən insanı itirdim. İnsanı hər halı ilə sevən insan anasıdır da. Yəni, mən o insanı itirdim. Mənim pis xəsiyyətimlə də, yaxşı xəsiyyətimlə də, nə bilim, əsəbiliyimlə də, olduğum kimi məni sevən insanı itirdim. Yəni, mən o insanı itirdim. Mən ailəmdə problem var idi mənim. Bir dəfə boşanmaya vermişəm. Sonra saxlatdırmışam da, boşanmamışam mən o vaxt. 2013-də boşanmaya vermişdim mən. Sonra saxlatdırdım boşanmanı. Barışıq oldu. Mən xəstə idim. Məni anam, bir də xalamın yoldaşı qucağında aparırdı həkimə. Mənim anam mənim yanımdan ayrılmırdı. Mənim anam mənə elə baxdı. Gecəsi gündüzü mən idim. Xəstəxanalarda yanımda yatırdı. Yanımda yatırdı. 3 ay mən əziyyət çəkdim, 3 ay. 3 ay mənim yanımdan ayrılmadı. Anam, yəni mənə tamam başqa baxdı. Tamam başqa. İt kimi tuturdum, qışqırırdım, bağırırdım, əsəbi olanda. Uşaqların zadının üstünə. Gəlirdi uşaqlarımın üstünə qışqırırdı ki, uşağımdan nə istəyirsiniz? Evdə bir nəfər mənə bir söz deyə bilmirdi. Uşaqlarım ağzını açan kimi cumurdu üstünə ki, nə istəyirsiniz mənim uşağımdan? Dəli eləyəcəksiniz mənim qızımı. Uşaqların üstünə əsəbləşəndə gəlirdi, cumurdu uşaqlarımın üstünə, deyirdi ki, dəli eləyəcəksiniz mənim qızımı. Nə istəyirsiniz mənim qızımdan? Başlayırdı ağlamağa ki, mənim qızım əziyyət çəkir. Mənim qızımdan nə istəyirsiniz? Niyə incidirsiniz qızımı? Nə bilim, həkimi şikayət etmədin? Yox, həkimi niyə şikayət edeyim, ay bacı? Həkimdən mənim bir şeyim yoxdur. Həkimə mən şikayət niyə edeyim ki? Həkim əməliyyatını eləyib də. Mən elə insan deyiləm, gedim iş verənliyə eləyim, nə bilim, neyiniyim, həkimi şikayət edeyim. Son sözünü aldım ama sənə. Videoda var, baxmamısınız. Ən son sözü mənə videoda da deyir ki, Vüsalə, gəl məni klipə çək. Şey deyir də, yəni. Videoya deyir, yəni. Gəl məni deyir, klipə çək, özdə deyir, effektsiz çək. Mən zaten deyir, gözələm. Məni deyir, olduğum kimi çək. Məni effektsiz çək. Mən onsuz da deyir, gözələm deyir. Mənə deyir, effektsiz çək. Gəl mənə deyir, klipə çək, mənə dedi. Son sözü heç kimə qarşı kinli olma. Heç kimə əyilmə. Videoda deyir də, baxmamısınız yəqin ki. Heç kimə əyilmə, heç kimə sınma. Kin saxlama. Övlad kimi səndən razıyam. Qardaşıva sahib çıx. Son sözü. Ən o yatmamışdan bir gün qabaq da əlimi belə tutdu, belə. Çünki çox pis idi, yaraları var idi. Yataq yaraları var idi. Əlimi belə tutdu.
Dedi Vüsalə, sənə ant verirəm Mürümə Sumağıya. Qoy ölüm. Nə olar qoy ölüm dedi. Yalvarıram dedi, qoy ölüm. Qoy ölüm Vüsalə, qoy ölüm dedi. Nə olar dedi, qoy ölüm. Dedim, yox mama, ölməyəcəksən. Çünki aparatı mən deməliydim də ona görə. Bir dənə o, sonra da yatızdırdılar. Çünki əziyyət çəkirdi. Həkim deyirdi ki, iğnə ilə yaşayır da bu insan. Vitaminlər vurulmasa dözə bilməyəcək. Yəni. Oy, can. Hə, aparat incidirdi. Çünki boğazına salınmışdı axı aparat ürəyim. Süni nəfəs aparatı idi da. Açıq ürək əməliyyatı. Mənim anam da iflicdir. Allah kömək olsun. Çox sağ olun qızlar. Təşəkkür edirəm. Mən anamı lap çoxdan. Allah rəhmət eləsin bacı. Çox sağ ol. Ağlama düşmənlərin sevinir. Ay ürəyim. Mənim düşmənim əgər mənim anamın ölməyinə sevinəcəksə, mən onlara heç nə deyə bilmərəm. Ancaq yazığım gələ bilər elə insana. Yəni, ancaq yazığım gələ bilər. Yəni, birincisi, mən özümə heç kimi düşmən bilmirəm. Mənim düşmənim yoxdur. Əgər kim məni özünə düşmən bilib, yəni mənim bugün anamın ölməyinə, ağlamağıma sevinirsə, valla mən ona ancaq yazığım gələ bilər. Başqa da heç nə. Yəni, mən ona heç nə deyə bilmərəm. Heç nə, nə qarqış edərəm, nə Allaha tapşıraram. Heç nə deyə bilmərəm. Çünki əgər bir insanın anasının ölümünə kimsə sevinirsə, o ancaq yazıq və şizofren insan ola bilər. Yəni, o yəqin ola bilər ki, əqli zəifliyi var, ruhu çatışmamazlığı var, hansısa bir problemi var, hansısa bir xəstəliyi var ki, kimisə anasının ölməyindən sevinir. Bugün mənim anam ölə bilər, sabah hər kəs ölümlü dünyadır. Hər kəsin anası da öləcək, atası da öləcək, özü də öləcək. Allah can sağlığı versin, Allah gecindən versin. Yəni, bu ölüm elə bir şeydir ki, hər kəs üçündür, hər kəs üçün. Əgər mənim anamın ölməyinə bugün kimsə sevinirsə, gülürsə, yaxşı oldu deyirsə, mən ancaq ona deyə bilərəm ki, Allah sənə şəfavı versin. Всё. Çünki mən o insana xəstə kimi, şizofren kimi, gic kimi, dəli kimi, ruhu xəstə kimi baxa bilərəm. Yəni, mən o insana, mənim əgər ağlım varsa, məntiqim varsa, düşüncəm varsa, şuurum varsa, mən o insana normal insan kimi baxa bilmərəm, reaksiya da verə bilmərəm. Çünki biləcəm ki, o insanda nəsə çatışmamazlıq var, ya nəsə uşaq vaxtı travma alıb, nəsə böyük bir travması var ki, bu kiminsə ölümünə sevinir. Yəni, bir insanın ölümünə sevinmək, yəni, o ağlı başında olan insan sevinə bilməzdi. Əgər kimsə də sevinirsə, mütləq ki, onun bir problemi var. Ya böyük bir travma alıb, ya onun hansısa bir əqli zəifliyi var, ya ruhu xəstədir, ya da nə bilim, bacı, uşaq vaxtı fişkadan zaddan yıxılıb, başı arası dəyib, başını itirib. Yəni, belə fikirləşə bilərəm. Yox, burada yazıb ki, yəni ağlama düşməməm, düşmənim də yoxdur bacı. Mənim niyə düşmənim olsun, qurban olum, kimisə vurmamışam, kimisə yıxmamışam, kimisə çörəyin alıb yeməmişəm, kimisə işinə bais olmamışam. Mənim niyə düşmənim olsun, ay qurbanı? Hə, ola bilər məni özünə düşmən bilənlər var, Allah da onların canını sağ eləsin. Hə, nə deyim ki?
Çox sağ ol Ürəyim. Heç kim sığortalanmır. Əlbəttə ki, fani dünya deyə. Allah haqqı, fani dünya, fani. Bilmirsən, ölüm gözlə qaşın arasındadır. Vallahi, inansız. Yəni, anidən dünən səndən deyib danışan, gülən insan bugün ölə bilər. Yəni, qaşla gözün arasında deyib. Qurban olma Allaha, nə bilim, elə qəribə bir hisdir ki o qızlar. Allah heç kimə görsətməsin. Çox qəribə bir hisdir. Yəni, canlı bir insan qabağında yatır, amma cansızdır. Çox qəribə bir hisdir. Yəni, insan algılaya bilmir. Baxırsan ki, yəni, necə yəni, axı danışırdı, gülürdü, canı ağrıyırdı, ətindən bir dənə eləyəndə gözün açırdı. Yəni, bu insan necə o üz, bu üz çörürsən, neyinsə, nə bilim, bilmirəm, Quran adından da olsun. Anan ölüb deyə bəzənmisən, Lalə. Yox, bacı, sağ əlim olsun sənin başına. Sənki öləndə bəzənmə, bacı. Yox, bəzənməmişəm, qurban olum. Mən bəzənmişəm, qurban olum. Bu öprekdir dodağındakı, gözümdəki də kiprikdir. Haram bəzənmişəm. Bəzənmişəm mən, bacı. Ay bacı, mən kipriyimi çıxarda bilmərəm, mən təqdimat eləyirəm, mən mağazada işləyirəm. Elə danışırsınız ki, kipriyi, mənim kipriyimlə anam geri qayıdır. Çıxarda bilmərəm, mən saçımı düzürəm, gedirəm işə, çəkiliş eləyirəm, videolara çəkilirəm. Eləyə bilmərəm də onu, pul qazanıram o işdə, başa düşmürsünüz siz bunu. Kipri ilə ana qayıdır. Mən kipriyimi qoymasam anam qayıdacaq. Çox sağ ol. Allah rəhmət eləsin. Sağ ol Ürəyim. Sağ ol. Heç olmasa 40'ına kimi yasını tut. Bir daha mən blok edeyim. Əsəblərim oynuyorum. Ömrüm, mənim heç kimin köməyinə ehtiyacım yoxdur. Qurban olum sizə. Başınıza dönərəm sizin. Gözəl bacılarım. Allah hər kəsin canını sağ eləsin öz evində. Heç kimin köməyinə mənim ehtiyacım yoxdur. Şükürlər olsun. Əlim var, qolum var. Ayaq üstə dura bilirəm. Bacardığım qədər ayaq üstə durmağa çalışıram. Qurban olum Allaha. İnşallah Allah dəstək olacaq. Daha da çox ayağa qalxacam. Heç kimə ehtiyacım yoxdur. Ay bu kömək elədi. Ay o kömək elədi. Ay nə bilim bu sənə bunlar şey elədi. Mən ehtiyacım yoxdur. Mənim ehtiyacım olacaq. Mənim evim var. Satacam, gedəcəm bir başqa ev alacam. Borcumu verəcəm. Yəni mən kiməsə niyə ağız açmalıyam ki? Nəyə görə? Hamının ailəsi var, uşağı var, hamının baxacaq övladı var. Zamanə elə zamanədir ki, zamanə eləmə zamanə. Cəmaət zorla qarnını doyuzdurur. Kimdənsə gedib nəsə istəməyə heç kimin ixtiyarı da yoxdur. Belə pit çıxmasın. Adama deyərlər pul qoymusan, pul istəyirsən? Yox. Nəyə görə kim kimə nəsə eləməlidir ki? Elə bir zamanədə yaşayırıq ki, valla insanlar özlərini zorla dolandırır. Hamı uşaq oxudur, hamının uşağı məktəbə gedir, hamı əyin baş alır uşağına. Valla düz deyirəm, Quran haqqı. Mən heç kimin heç nəyində də gözüm yoxdur. Heç kimin, Allah Taala hamısını canını sağ eləsin öz evində. Öz evində. Ümumiyyətlə bilirsiniz ki, mən qohumpərəst insan deyiləm də. Yəni məni tanıyırsınız. Mən həmişə də demişəm, deyəcəm. Mən sevmirəm də bacım. Mən təkliyi sevən insanam. Mən təkliyə örgəşən insanam. Təkliyi sevən insanam. Mən qohumpərəst insan deyiləm. Qohum sevən insan deyiləm. Yəni deyiləm də, mən elə deyiləm. Ona görə də mən heç kimdən heç nə ummuram. Heç kimə də nəsə eləmək məcburiyyətində də deyil. Yəni eləyəni də Allah canı sağ
sağ eləsin, eləməyən də Allah canı sağ eləsin. Yəni elə bir zamanada yaşayırıq ki, valla zorla da hər şey. İnansız insan pulu zorla qazanır, amma asan xərcləyir. Mağazaya gedirsən, 2 dənə şey alırsan, nə boyda pulun çıxır. Baxırsan ki, nə aldın ki, heç nə almadın, amma nə qədər pulun çıxdı. Ona görə mən hər kəsi çox gözəl başa düşürəm. Zamana pis zamanadır. Uşaq böyüdürlər, uşaq saxlayırlar, uşaq oxudurlar. Nə bilim, işıq puludur, qaz puludur, su puludur. Ay qız, bilirsiniz kommunal nə qədər gəlir. Kimsə kimə nəyə görə əziyyət çəkib pul qazansın, gətirib mənə versin. Nəyə görə? Nəyə görə? Pulunuzun qədrini bilin. Siz də pulunuzun qədrini bilin. Bəstirin bu TikTokda yalandan artistliyə qoyub özlərin kart qoyanlara 1 manat atırsınız. Vallahi atmayın kızlar. Pulunuzu da alırlar, hiç sizi bəyənmirlər də. Hər kəsə inanırsınız, ürəyi yumuşaq milləti. Biz ümumiyyətlə Azərbaycan xalqı olaraq ürəyi yumuşaq milləti. Kimsə bir damcı ağlayan kimi ki, falan şeyim yoxdur. Mənə pula atırsınız. Vallahi o günlərim qabağıma bir şey çıxdı. Yəni mən bilirsiniz ki, indiyənə qədər heç bir TikTokerdən, heç bir şeydən heç vaxt danışmamışam da. Bax, səhv deyirəm, denən səhv deyirsən Vüsalə. Mən indiyənə qədər heç vaxt heç kimin haqqında çıxıb burada danışmamışam. Bəlkə danışmışam, hansısa TikTokerlə dava eləmişəm və yaxud da hansısa bir TikTokerə söz atıb nəsə demişəm. Yəni mənlik deyil də, belə şeylər mənlik deyil. Amma o gün qabağıma çıxıb, yəni adını çəkməyəcəm. Yəqin ki, özünüz biləcəksiniz. Ay qız, and ola Allaha utandım. Allahımıza and olsun utandım. Oturub deyir ki, dolma var, qatıq yoxdur. Belə şey olar. Yəni, üzr istəyirəm sözümə görə. Yəni, əməlli başlı doluyub sizi. Sizi doluyub. Allah haqqı doluyub, barmağına doluyub. Bu boyuna sizi barmağına doluyub. Yəni, sizin ona yazığınız gələcək, siz də 1 manat atacaqsınız, bu gedib qatıq alacaq. Elə şey olar, bacı. Ayıbdır. Allahın adına and olsun, ayıbdır. Deməli, sən dolma ətin varsa, dolma bişirmisənsə, qatıq da ala bilərsən də. Yəni, bu nə deməkdir? Deyir, dolmamız var, bax gör, qatıq var. Qatıq yoxdur, hə, qatıq yoxdur. Elə şey olar. Belə şey olmaz, Qurana elə çox şey. Yəni, demək istəmirəm, mən intriqanı sevən insan deyiləm. Mən buradan nə deyim, o mənə nə bilim, nə söz atsın. Bilirsiniz ki, mənə söz atanlara heç cavab vermirəm. Deyirəm ki, yıxsınlar da, nə qədər prim yığırlar, yıxsınlar. Amma atmayın, qızlar, atmayın. Dişim ağrıyır, həkimə gedəcəm, pul atın. Nə bilim, haram ağrıyır, həkimə gedəcəm, pul atın. Buram xoşuma gəlmir, həkimə gedəcəm. Dəlisiniz siz. Atmayın, elə adamlara pul atmayın, ay bacı. Niyə atırsınız? 1 manatı qazanmaq asandır. 1000 dənə söz eşidirik, 1 manat qazanmaqdan ötürü. Siz atırsınız, onlar villa tikir. Allah'ın adına sonra da oturursunuz, deyirsiniz ki, mən neçə ildə işləyirəm. Mən niyə bir maşın ala bilmirəm? Bu qalik sürür. Və siz atırsınız da. Sonra da oturursunuz, özünüz atırsınız, özünüz aldırırsınız. Sonra da deyirsiniz ki, mən niyə buna, bu necə aldı bunu? Mən neçə illərdir falan yerdə işləyirəm, heç mən bunu ala bilməm. Bə siz atırsınız da. Bə siz atırsınız da, bacı. Allah'ın adından olsun. Ay Allah, mən baxdım. Belə şok oldum. Dedim, ay qız, bu nə danışırız? Boş mən belə dayanmışdım, belə videonu belə eləyirdim. Belə gördüm, qabağıma çıxıb. Belə dayanıb, deyir, dolma var. Qatıq yoxdur, qatıq yoxdur. Qatıq yoxdur nədir? Qatıq yoxdur, düş get qatıq al. Deməli, arvadla yatırsan. Arvadı doğuzdurursan. Hələ bir cəmaatdan da qatıq istəyirsən. Lazım olan işləri özün eləyirsən, lazım olmayan işləri millətdən pul da istəyirsən. Elə şey olar. Allah, belə şey mən görməmişəm də, yəni. Yox, yəni dolmanı bir əsas məsələni eləyib, dolmanın içinə
ət gedir, quyruq gedir, soğan gedir, göygöyərti gedir, yağ gedir, duz istiot gedir. Bunların hamısını yarpaq gedir. Hamısını eləyiblər. Hamısı hazırdır. Dolmanın hər şeyi hazırdır. Dolma öcə pişib. Qatıq yoxdur amma. Cəmaatın evində dolma yoxdur. Qadın alım. Qatıq var, dolma yoxdur. Belə şey yoxdur ya. Allahın adından da olsun. Ay Allah. Nə bilim ha. Deməli əti də alır. Göygöyərtini də alır, quyruğu da alır, soğanı da alır. Hələ bir arvadla yatır durur. Arvada uşaqda doğuzdurur 2 dənə. Bir dənə də yox, 2 dənə. 2 dənə də uşaq doğuzdurur. Aylığın vaxtı gələndə kirayanın vaxtı gəlib. Bəs arvadla necə yatırsan? Bəs insan fikirli olanda arvad yadına düşmür. Ay qardaş, qurban olun, başağa dönüm. İnsanın ağlı başında olmayanda, borcu xərci olanda, dərdi səri olanda, yəni arvad yadına düşmür də. Yəni sən nətər oldu o 2 dənəni gətizdirdin? Oy dədə vay, nə bilim az. Mən deyirəm də, indiyənə qədər mən heç kim haqqında danışmamışam. Sadəcə olaraq dözə bilmədim ona. Dözə bilmədim. Allah'ın ondan da olsun. Bir də bitkə borcun olur kiməsə. Mən kreditimin vaxtı gələndə Qurana ki mən havalanıram. Kimsə mənə can desə mən azar eşidirəm. Deyirəm, kimsə mənə can desə mən azar eşidirəm. Deyirəm, ay Allah görürsən mən neyniyəcəm mən, nətər eləyəcəm mən. Fikirləşə qalıram. Hə, deyir hələ bir deyir ki, ev pulu verəcəm. 1K adam var, hərə 1 manat atsın. Ay Allah, ay. Siz də atırsınız da, atmayın da. Atmayın da. Az niyə atırsınız? Sizin özünüzə kömək eləyən lazımdır. Siz kiməsə pul niyə atırsınız axı? O. Bilirəm, başa düşürəm. Siz fikirləşirsiniz ki 1 manatdır, 1 manatla nə olacaq? Az 1 manatı get çöldəki pişiyə yemək al ver də, itə yemək al ver də. Valla çöldəki canlılar var, o mağazanın qabağında dayanırlar, boynun büküb, dili yox, ağzı yox. Gəlib sənə deyə bilmir mənə yemək al ver. Valla onlara alın verin, and ol Allaha. İtlərə, pişiklərə alın verin, quşlara dən atın alın verin. Pulunuz yoxdursa, nə bilim 50 qəpikli 1 manatda o alırsan, neçə dənə quşun qarnını doyuzdurursan. Atın quşlara verin, itlərə verin, pişiklərə verin. Siz onlara o ağzı, dili, əli, ayağı olan, arvadı yanında olan, arvadın gündə doğuzduran adama niyə atırsınız? Hər bir şeyi, bütün orqanları işləyən adama niyə atırsınız axı pul? Bütün orqanları bunun fəaliyyətdədir. Siz ona niyə atırsınız axı? Özdə mən bir söz deyim. Ay Allah, pox yiyirəm, ay Allah, pox yiyirəm. Bir söz deyim. Qız kukla kimi idi. O qız necə gözəl qız idi. Ay qız, necə gözəl idi. Sus onasına oxşuyurdu. Ay Allah, necə gözəl idi. Az qız getdikcə ona oxşuyur. Fikir vermişsiniz danışanda da ağlınla belə eləyə danışır. Sarafatsız fikir vermişsiniz. Yəni qabaq elə deyildi. Necə gözəl qız idi. Ay Allah, belə baxırdın qızda belə şey var idi, belə gözəllik var idi. Belə dupduru idi, üzü gözü dupduru qız idi. Necə gözəl qız idi o. Ay qız indi qız özünü oxşuyur. Ay qız danışığı da onun kimi danışır. Fikir vermişsiniz siz. Hə, ay Allah, hə. Vay, nə bilim az, Allahın adına. Atmayın qızlar, atmayın hədiyyə zat heç kimə. Ay qız, pul atmayın heç kimə. Kartı qoyanlara pul atmayın, qurban olun. Bir köpük də atmayın. Manat nədir? Manatı niyə atırsınız axı? 2 dənə çörək alarsınız. Siz niyə atırsınız axı manat kiməsə? Sizə manat atan lazımdır. Özünüz manat atırsınız, özünüz də gəlirsiniz, kommentariyaları oxuyuram da yazırsınız ki, buna bax, bu necə ev tikdirdi, bizim heç evimiz yoxdur, mən kiraya qalıram 18 ildə, az qəstə sən atmısan da. Və sən atırsan da 1 manat, gözvə görsənmir. Bu yaz.
Nə olar ki, yaxşılıq? Az yaxşılıq eləmək istəyirsən, get itə pişiyə yaxşılıq elə də. Onun nəyinə yaxşılıq eləyirsən, o gündə arvad doğuzdurur. Sabah da uşağı böyüsün, tezcə uşağın məktəbə gedir, uşağa pılat. Uşaq bağçaya gedir, uşağa pılat. Uşağın qarnı ağrıyır, uşağa pılat. Uşaq nə bilim instituta gedir, hazırlığa qoymaq istəyirəm. Vətən övladıdır, pılat. Az xəstəsiz siz. Deyir, nə olar yaxşılıq? Get elə yaxşılıq. Salə TikTok'da oturanlar, ay bacı sənə qurbanam, mən heç kimlə PK oynamamışam. Yəni mən bir də Həcci ilə girəm, özünüz bilirsiniz, Güneldir, Orxandır, yəni öz tanışlarımızdan girəm. Mənə lazım deyil bacı qurban, TikTok'dakı pul mənə lazım deyil, qurban olum. And ola Allah, mən buradan pulza çıxardıb eləmirəm. Mənə gələn bu güllər müllər var ha, onu da atıram Həcci Gilazada, Orxana, Həcci Əhməd. Mən bilsən qızlar, mən TikTok'dan bilsiniz necə pul qazanıram. Bax siz mənə takib eləyirsiniz, Allah canınızı sağ eləsin, ömrünüzü uzun eləsin, cibinizi dolu eləsin, övladlarınızı xoşbəxt eləsin. Bax siz mənə takib atırsınız, düzdür? Mənim səhifəm böyüyür. Mənim səhifəm böyüdüyü üçün mənə reklam gəlir. Mən gedirəm, reklam eləyirəm, pul qazanıram. Всё. Mənim TikTok'dan qazandığım budur. Bacı qurban olsun sizə. Mənə kimisə pulu lazım deyil. Mənə pulza da atmayın, mənə hədiyyə atmayın. Mən istəmirəm bacı. Всё. Yəni budur, mənim qazancım budur. Siz məni takib eləyirsiniz, siz mənim videolarıma like eləyirsiniz, siz məni dəstəkləyirsiniz. Mənəvi olaraq məni dəstəkləyirsiniz. Allah canınızı sağ eləsin. Mənim səhifəm böyüyür. Mənim səhifəm böyüdüyü üçün mənə reklam təklifi gəlir. Mən də gedib reklam eləyirəm, mən oradan pul qazanıram. Çox sağ ol, qurban olum. Allah razı olsun. Oğlandan iyrəndim. Vay 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 vay. Hə, bağlamışam. Arasında çox sağ ol ürəyim. Bacı bayaq paylaşma. Günel ticarətdədir aşkım. Günel ticarətdədir. Anan hansı klinikada olmuşdu? Central Hospital'da. Nəsimidə. Hə, qutarıbsa onu da bilmirəm aşkım. Çox sağ ol Uysir, təşəkkürlər. Evimiz dayandırmışam, satmağını dayandırmışam. Anamın 40'ından sonra bu satışa bıraxacam.